Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün sizə Temuda 100% işə yarayan geri qaytarma üsulunu öyrədəcəm. Bəlkə də bu üsulu çoxlarınız bilirsiniz, amma bilirəm ki, bilməyənlər də var. Bu video sırf onlar üçündür. Onu da qeyd edeyim ki, mən TikTokda və digər sosial şəbəkələrdə bu üsulları pulla satan insanların bir çoxundan üsul almışam və demək olar ki, heç bir işə yaramayıblar və hər bir üsulu bir-bir yoxlamışam. Yəni, amma dediyim kimi heç bir işə yaramayıb. Heç kəsin haqqına girmək istəmirəm. Bəlkə də bu üsullar nə vaxtsa işə yarayıb, amma hal-hazırda heç bir nəticə vermir. Ona görə də kiməsə boş yerə pul atıb aldanmayın. Bu üsulu da mən təsadüfən öyrənmişəm. Nəysə, bugün sizlə bölüşürəm. Deməli, Temu tətbiqinə daxil oluruq və buradan artıq sifariş verdiyiniz və çatdırılması olan məhsullara daxil oluruq. Düzdür, mən eləmişəm, artıq mümkün olmayacaq, amma göstərirəm. Geri qaytar, geri ödəniş əldə et. Paketi almısınızmı? Qeyd edirik ki, bəli. Daha sonra burada məhsullar çıxır qarşımıza. Bunları bir-bir göstərəcəyim üsulla yoxlayırıq. Hətta burada aşağıda göstərirəm sizə. Mən geri ödəniş almışam bu məhsulun. Geri ödənişi mənə edilib. Sizə göstərmək üçün bir məhsul seçirəm və burada bizdən geri qaytarmanın səbəbini soruşur. Bir çox səbəb var. Mən buradan seçirəm həm məhsul, həm də göndərmə qutusu zədələnib. Daha sonra bizdən sübut üçün şəkil istəyirlər. Buradan mən hər hansısa bir şəkil çəkirəm. Belə gördüyünüz kimi, yəni əlaqəsiz bir şəkil çəkirəm və əlavə eləyirəm. Daha sonra burada mütləq şəkildə bir şeylər yazmalıyıq. Yazıram ki, zədəldir. Siz nə istəyirsiniz, onu yaza bilərsiniz. Daha sonra növbəti addımı basıram, təsdiqləyin və bitirin. Mən artıq etmişəm deyə məndə həmin bölmə açılmadı, amma həmin məhsulu geri qaytarmaq, yəni pulsuz geri qaytarmaq mümkündürsə, sizdə 2 bölmə açılır. Birincisi, deməli, Temu kredit balansı, ikincisi ilkin ödəniş metodu. Bunlardan birini seçib, deməli, geri qaytarmanı tamamlayırsınız. Yəni, mən sizə daha dəqiq belə deyim, sifariş verdiyiniz bütün məhsulların yox, yalnız sifariş verdiyiniz məhsullardan birini seçib, onu geri qaytarmadan onun ödənişini geri ala bilirsiniz. Əgər siz hər hansı bir məhsulu seçdiniz və sizdən həmin məhsulu geri göndərməyinizi tələb edirlərsə, digər məhsulları yoxlayın. Mütləq şəkildə hər sifarişdə bir pulsuz geri qaytarma etmək mümkündür. Burada da sizə göstərirəm mənə geri qaytarılan ödənişləri. Düzdür, çox böyük məbləğləri geri qaytarmaq olmur, amma yəni 5 manat da olsa, hər sifarişdən 5 manat götürsək, 2 sifarişə 10 manat eləyir və siz 2 sifarişinizdən 10 manatınızı geri qaytara bilirsiniz. Misal üçün, indi nümunə göstərirəm. Ümid eləyirəm ki, video sizin üçün yararlı oldu. Videonu zəhmət olmasa bəyənin və kanala abunə olun. Gələn videolarda görüşərik. Sağ olun.